Doğma mahnılar kitabı çox unikal bir vəsaitdir. Nəyə görə mən bunların hamısını sənə bir-bir izah eləyim. Məsələn, burada görün necə gözəl göstərilib payız fəsli. Çünki buradakı rənglərin müxtəlifliyi uşaqlara rəngləri bir-birindən ayırmağı da göstərir. Məsəl üçün, burada inəyimiz var və inək bir rəngdə deyil, alabula inəkdir. Fərqlidir, digər inəklərdən seçilir. Uşaqlarda da fərqliliklər var. Ümumiyyətlə, inklüzivlik deyəndə həm də bunu nəzərdə tuturam. Bu kitabda ailə dəyərləri aşılanır. Məsəl üçün, nəvənin nənə ilə qovuşması. Uzun müddətdir nənə nəvəni görmür və onlar qovuşurlar və həmin anda nənə nə işlə məşğuldur? Nəsə toxuyur. Kim üçün toxuyur? Nəvəsi üçün toxuyur. Və yaxud da ki, onun toxuduğu əşyaların yanında bir pişik var. Burada həm də heyvana olan sevgi də aşılanır. Bir sözlə, Doğma mahnılar kitabında təbiətə, ətrafa, ailə dəyərlərinə xüsusi sevgi aşılanır və bu illüstrasiyalar vasitəsilə xüsusilə də qabardılmış şəkildə göstərilir. Sadaladığım bütün bu özəlliklər Doğma mahnılar kitabını fərqli edir, unikal edir. Məhz ona görə də hər bir uşaq Doğma mahnılar kitabına mütləq və mütləq sahib olmalıdır.